Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Sevimli dinleyiciler, sizleri Araz News radyosunun gündem verilişinden salamlayırıq. Son günlerin en çok danışılan ve dikkat çeken konularından biri şüphesiz ki İran ile Amerika arasında yaranması gözlenilen olası anlaşmadır. Birçok xarici medyalar ve siyasetçiler bunu milletler arası ilişkilerde önemli bir addım kimi değerlendirse de bu anlaşmanın əsl etkisi harda görünecek? Washingtonla əldə ediləcək bir razılaşma İran xalqının illərdir boğuşduğu ağır iqtisadi problemlərə, sosial baskılara və siyasi bohranlara son qoymağa yetəcəkmi? Yoxsa hökumətin öz iç bohranlarını ört-bastır etmək üçün yeni bir araca mı çevriləcək? Bugünkü gündem verilişimizdə bu olası anlaşmanı xarici siyasətdən daha çox İranın iç boyutları, xalqın yaşayışı və toplumsal siyasi gələcəyi açısından dərinləməsinə araşdıracağıq. Bizimlə qalın. İran ile Amerika arasında önümüzdeki günlerde yaranması gözlenilen anlaşma ilk baxışda xarici siyaset ve milletler arası ilişkiler sahəsində önemli bir gelişme ya təhəvvül kimi tanınsa da onun gerçək etkilerini ve sonuçlarını İranın sınırları içinde aktarmak lazımdır. Keçən 4-10 illik boyunca İslam Cumhuriyetinin xarici siyaseti her zaman doğrudan doğruya ölkənin iç durumu ile bağlantılı olub. Her bir savaş, hər bir bölgesel böhran, hər bir təhrim və hər bir diplomatik gərginlik yalnızca iqtisada və xalqın yaşayışına etki göstərməklə qalmayıb. Eyni zamanda toplumu kontrol etmək və ölkənin siyasi fəzasını yönəltmək üçün bir araca və ya bir əbzara çevrilib. Bu yüzden Tehran ve Washington arasındaki olası anlaşmanı iç boyutlarından yani əbaddan araştırmak onun xarici sonuçlarını təhlil etməkdən daha önemlidir. Cumhuriyet İslami öz siyasi hayatının en bohranlı dövrlərindən birini yaşayır. Son illərdə bir sıra iç və xarici amillər hökumətin siyasi məşruiyyət təməllərini ciddi çətinliklərlə üz-üzə qoyub. Ölkə çapındakı etirazlar hökumətlə toplum arasındakı uçurumun dərinləşməsi, iqtisadi bohran, umumi güvənin şiddətlə azalması, geniş yayılmış fesad və hökumət quruluşunun xalqın gündəlik problemlərini çözməkdə bacarısızlığı İranın siyasi nizamını eyni zamanda bir neçə bohranla üzləşdirmişdir. Belə bir durumda Amerika ilə hər hansı bir anlaşma hökumətə xarici baskıların bir qismini azaltmaq üçün bir fürsət ola bilər. Amma bu anlaşma heç də iç bohranların çözülməsi anlamına gəlməyəcək. Keçən 4-10 illikdə Cumhuriyet İslaminin ən önəmli özəlliklərindən biri iç baskıları ya sərkubları tocih etmək üçün xarici təhdidlərdən faydalanmaq olub. Hökumət həmişə hər hansı bir siyasi müxalifəti, toplumsal ya ictimai etirazı və ya mədəni fəaliyyəti xarici düşmənlərə bağlamağa çalışıb. Cumhuriyet İslaminin rəsmi rivayətində etirazçılar narazı vətəndaşlar deyil, yabancı ya biganə amillər kimi tanıtdırılıblar. Bu siyasət hökumətə imkan verib ki, milli güvənliyə ya əmniyyət-i milliyə dayanaraq topluma geniş çaplı məhdudiyyətlər dayatsın. Siyasi və mədəni fəalların tutuklanmasından tutmuş mediaların kontroluna və söz azadlığının məhdudlaşdırılmasına qədər. Hamısı xarici təhdidlərlə mübarizə adı altında həyata keçirilib. İsraillə 12 günlük savaşdan, eləcə də Dey ayındakı geniş etirazlar və son savaşdan sonra hökumət bir daha baskını genişləndirmək üçün bohranlı fəzadan faydalandı. Yeni bir tutuklamalar, ağır məhkəmə hökmləri, edamlar, əmniyyəti baskılar və siyasi məhdudiyyətlər dalğası işə salındı. Bir çox mədəni və siyasi fəal tutuklandı və bəziləri uzun müddətli zindan hökmləri və ya ağır cəzalarla üzləşdilər. Və hökumət savaş və əmniyyəti fəzanı hər hansı bir tənqid səsini susturmaq üçün bir araca çevirməyə çalışdı. Amma gerçək budur ki, son bir ilin gəlişmələri, özəlliklə Amerika və İsraillə 12 günlük və 40 günlük savaşlar Cumhuriyet İslaminin
10 illiklər boyunca öz gücündən yaratdığı tablonu şiddətlə ləkələdi və bir növ onun İtiboş heybətini və ya farsçası Obuhati Puşalısını yıxdı. Hökumətin məşruiyyətinin önəmli bir bölümü əskəri və ya nizami güc göstərisi və caydırma gücünə dayanırdı. Hökumət mediaları illərlə Cumhuri İslamidən elə bir şəkil cızırdılar ki, sanki hər bir xarici təhdid qarşısında durmağa və bölgədəki güc dəngəsini belirləməyə qadirdirlər. Amma son olaylar və ölkənin üzərinə düşən ağır bədəllər bu tablonu bir çox İran vətəndaşının gözündə sarsıtdı. İran toplumunun baxışından bu gəlişmələrin ən önəmli sonuclarından biri hökumətdən olan tarixi qorxunun bir qismətinin yıxılması oldu. İllərcə güclü və yenilməz bir hökumət tablosu ilə qarşılanan xalq indi daha fərqli gerçəklərlə üz-üzə qalıb. Bu rəvani və toplumsal dəyişim uzun müddətdə toplumun siyasi davranışında dərin izlər buraxa bilər. Öz iqtidarını qorxu üzərində quran hökumətlər bu qorxu zəiflədiyində toplumsal kontrolu qurmaqda ciddi çətinliklərlə üzləşəcəklər. Belə bir şəraitdə Amerika ilə anlaşma Cumhuri İslami üçün iki ağızlı bir qılınc ola bilər. Bir yandan hökumət xarici baskıları azaltmaqla iqtisadi böhranın bir qismətini dizginləməyə və ya düzəltməyə və ümumi narazılığın şiddətini azaltmağa umud edir. Başqa bir yandan elə bu anlaşma toplumun gözləntilərini ya intizarlarını artırır. İllər boyu iqtisadi problemləri, təhrimlərə və xarici gərginliklərə bağlayan xalq anlaşmadan sonra yaşayış durumunun tezliklə yaxşılaşmasını gözləyəcək. Əgər bu gözləntilər yerinə yetirilməzsə, ümumi narazılıq daha geniş boyutlara çıxa bilər. İqtisad məsələsi hələ də Cumhuri İslaminin iç sübatı üçün ən böyük təhdiddir. Milyonlarla İranlı onların gündəlik yaşayışı ilə doğrudan doğruya bağlantılı olan problemlərlə dərc edirlər. Sürəkli təvərrüm, milli pulun dəyərinin düşməsi, yaşayış xərclərinin artması, məskən böhranı, işsizlik və alış gücünün ya qudrət-i xəridin azalması toplumu yıpratıcı bir vəziyyətə salıb. Bir çox ailələrin artıq kəlan siyasi və bölgesel məsələlərlə bağlı qayğıları yoxdur. Onlar yalnızca öz ilkin yaşayış ehtiyaclarını təmin etməyə çalışırlar. Bu iqtisadi baskı son illərdə toplumsal etirazların yaranmasında ən önəmli amillərdən birinə çevrilibdir. Hətta təhrimlərin bir qismətinin ləğv edilməsi və dövlət gəlirlərinin artması durumunda belə İran iqtisadiyyatının yapısal ya saxtari problemləri tezliklə çözülməyəcək. Kök salmış fəsad, idarəçiliyin bazarsızlığı, iqtisadi rant və iqtisadiyyatın önəmli bölümlərinin hökumət qurumlarına geniş şəkildə bağlılığı olası anlaşmanın müsbət etkilərinin tezliklə xalqın yaşayışına yansımasına icazə verməyən əngəllərdir. Sonuçda ümumi gözləntilərlə iqtisadi gerçəklər arasındakı uçurum narazılığın daha da şiddətlənməsinə səbəb olan bir amilə çevrilə bilər. İqtisadi böhranla yanaşı siyasi məşruiyyət böhranı da hələ də öz yerində qalır. İran toplumunun diqqət çəkən bir bölümü artıq öz istəklərini yalnızca məişət sahəsində tanımlamır. Mədəni azadlıqlar, vətəndaşlıq haqları, söz azadlığı, siyasi müşarikət haqqı və geniş toplumsal məhdudiyyətlərə son qoyulması kimi istəklər toplumun müxtəlif kəsimlərinin ciddi istəklərinə çevrilmişdir. Xarici anlaşma bu istəkləri aradan aparmağa və ya onları önəmsiz qılmağa qadir deyil. Elə bu səbəbdən bir çox gözləmçi inanırlar ki, Cumhuri İslami olası anlaşmadan sonra əmniyyəti fəzanı şiddətləndirmək və müxaliflərə daha çox baskı uygulamaqla hər hansı bir etiraz hərəkatının yaranmasının qarşısını almağa çalışacaqdır. Edam hökmlərinin verilməsinin artması, daha şiddətli əmniyyəti davranışlar və siyasi və mədəni fəaliyyətlərin məhdudlaşdırılması bu stratejinin bir parçası ola bilər. Hökumət düşünə bilər ki, qorxu fəzası yaratmaq yolu ilə özünün zərər görmüş iqtidarını yenidən qura bilər. Amma tarixi təcrübə göstərmişdir ki, baskı qısa müddətdə etirazları dizginləyə bilsə də, uzun müddətdə dərin toplumsal narazılıqları aradan aparmağa qadir deyil.
Kökü iqtisad, siyasət və hökmranlıq quruluşunda olan problemlər əmniyyəti aracılarla çözülməz. Hər baskı dalğası bir müddət səssizlik yarada bilər, amma eyni zamanda yığılıb qalmış narazılığın həcmini də artırar. İqtisadi problemlərlə yanaşı bir çox siyasi bilimlər araşdırmacıları bu inancdadırlar ki, gələcək etirazların mahiyyəti böyük ehtimalla keçmiş etirazlarla fərqli olacaq. Son illərdə iqtisadi və siyasi istəklər arasındakı sınır və ya mərz gedərək aradan gedibdir. İlk başda bahalıq, işsizlik və ya məişət çətinliklərinə etiraz etmək üçün xiyabana çıxan vətəndaşlar tezliklə daha geniş istəklər irəli sürdülər. Elə bu səbəbdən bir çox gözləmçi inanırlar ki, gələcəkdəki olası etirazlar da yalnızca iqtisadi məsələlərlə məhdudlaşmayacaq və ola bilsin ki, bir daha siyasi və hökumət əleyhinə olan istəklərədək genişlənsin. Başqa bir yandan İran toplumunun önəmli bir bölümü, özəlliklə də gənc nəsil öz gələcəyi üçün aydın bir dönəm görmür. İşsizliyin yüksək olması, ailə qurmağın çətinliyi, məskən böhranı və toplumsal və siyasi məhdudiyyətlər gənclərin bir çoxunda umudsuzluq hissinin artmasına səbəb olubdur. Bir çox uzmanların fikrincə, bu toplumsal umudsuzluq son illərdə geniş etirazların yaranmasında ən önəmli amillərdən biri olub və hələ də İranın siyasi gələcəyini bəlirləyən ən önəmli dəyişkənlərdən və ya mütəğəyyirlərdən biri olacaqdır. Ümumiyyətlə, bir çox gözləmçilər və uzmanların dəyərləndirməsi budur ki, İran ilə Amerika arasındakı olası anlaşma bəzi xarici böhranların şiddətini azalda bilsə də, tək başına iç narazılığın köklərini çözməyə qadir olmayacaq. Bu açıdan önümüzdəki aylar və illərdə məişət və hökumət əleyhinə etirazların geri dönmə ehtimalı hələ də Cumhur İslamının qarşısında duran ciddi senaryolardan biri sayılır. Özəlliklə də vətəndaşlar hakimiyyət səviyyəsindəki siyasi anlaşmamaların onların gündəlik yaşayışlarına toxuna bilir bir etkisi olmadığını hiss edirlərsə. Bunu da qeyd etmək lazımdır ki, bugünkü İran toplumunun böyük bir bölümünün siyasi quruluşa qarşı güvənsizlik hissi ilə üz-üzə qaldığı bir ölkədir. İranlıların yeni nəsli öncəki nəsillərdən fərqli bir təcrübəyə malikdir və onların istəkləri də fərqlidir. Bilgilərə geniş çatım ya dəstürəsi, xarici dünya ilə irtibat və başqa ölkələrdəki yaşayış standartlarından xəbərdar olmaq toplumsal gözləntilərin diqqət çəkəcək qədər artmasına səbəb olubdur. Bu sürət hər hansı bir xarici anlaşmadan asılı olmayaraq hələ də davam edəcəkdir. Nəhayətdə İran və Amerika arasındakı anlaşma Cumhuriyet İslaminin xarici böhranlarının bir qismətini azalda bilər, amma iç böhranları təməldən çözə bilməsi uzaq bir ehtimaldır. İranın gələcəyi Tehran və Vaşinqton ilişkilərinə bağlı olmaqdan daha çox hökumət və İran xalqı arasındakı ilişkiyə bağlıdır. Əgər vətəndaşların iqtisadi, toplumsal və siyasi istəkləri yenə də görməzdən gəlinirsə, heç bir xarici anlaşma hökumətə qalıcı bir sübat yarada bilməyəcəkdir. Tam tərsinə, xarici baskıların azalması iç ziddiyyətləri daha da aydınlaşdıra bilər və toplumu mövcud siyasi quruluşla yeni bir üzləşmə mərhələsinə soxa bilər. Bu baxımdan olası anlaşma böhranın sonu deyil, əksinə İranın iç gəlişmələrinin yeni bir fəslinin başlanğıcı olacaqdır. Və bu gəlişmələr Cumhuriyet İslaminin taleyini və ölkənin gələcəyini önümüzdəki illər üçün bəlirləyə bilər. Dəyərli Araz News radiosu dinləyiciləri, beləliklə gündəm verilişinin bu bölümünün də sonuna gəldik. Bugünkü təhrirdə də açıqca vurğuladığımız kimi xarici anlaşmalar Cumhuriyet İslami üçün zaman qazandırsa da İranda kök salmış iqtisadi çöküşü, geniş yayılmış fəsadı və ən önəmlisi dərinləşən məşruiyyət böhranını çözməyə yetməyəcək. Xarici baskıların azalması hətta iç ziddiyyətləri daha da qabardıb xalqın gözləntilərini yeni bir səviyyəyə qaldıra bilər. İranın gələcəyini bəlirləyən əsl amil Tehran və Vaşinqton arasındakı imzalar deyil, hökumətlə toplum arasında qopmuş bağlar və xiyabanlardakı haqlı istəklərdir. Olası anlaşma bir son deyil, İranın iç gəlişmələrində yeni və bəlkə də daha çətin bir fəslin
başlanğıc olacaqdır. Bizi dinlədiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. Bu verilişlə bağlı fikir və düşüncələrinizi sosial media hesablarımızdan bizimlə paylaşmayı unutmayın. Araz News radiosunu izləməyə davam edin. Gələn verilişlərimizdə görüşmək umudu ilə sağ olun, əsən qalın. Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz.